Aynı ikisi danışdım. Dedi ana, ola bilər ki şehit anası olasan, başını dik tut. Evi mənə tapşırdı. Benim oğlum Şuşa ərazisində şehit olub. Mən oğlumdan fəxr edirəm. Vətən yolunda şehit olub bana. Ürəyi Qarabağla döyünən xüsusi təyinatlı qüvvələrin hərbi qulluqçusu İlkin Məmmədovun taleyinə o torpaqlar uğrunda vuruşmaq da, o torpaq uğrunda ölmək də yazılıbmış. Vətən müharibəsindən öncə ordu sıralarına könüllü yazılan İlkinin ailəsi onun bu istəyinə qarşı çıxmayıb. Uşaqlıqdan yaşadığı Füzulidən başlayan bu şərəfli yolun sonunda Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan İlkin yalnız qələbə haqqında düşünürmüş. Allah bütün ölənlərə, şəhidlərə, hamısına rəhmət eləsin. Yaxşı oğlanlar idi. Mənim oğlum İlkində elə bil ki, onun alnına ancaq qələbələr yazılmışdı. Çoxlu nailiyyətləri var idman sahəsində. 2-ci dan qara kəmər ustasıdır, 3 qat dünya çempionudur, MMA kəmərini qazanıb, nə bilim, nailiyyətləri hamısı görürsünüz də var, nə qədər var. Onun hamısı yetərincə varsa da İlkin özü olmayanda bizə biraz çətindir, amma biləndə ki, o kişi kimi meydanda üstayət göstərib, döyüşüb, yəni biz onu məğlub saymırıq orada. Peşəkar kəşfiyyat təcrübəsinə hələ əskərlikdəykən yiyələnən İlkin ordu sıralarında xidmət edib. Səhhəti ilə əlaqəli bir müddət idman müəllimi, mühafizəçi kimi işləsə də yenidən hərbə dönmək şansını əldən verməyib. Təlim görmüş xüsusi təyinatlının qarşısını hətta yaralanmağı belə almayıb. Döyüş yoldaşlarıyla fəxr edirdi ki, yəni qardaşımla da fəxr edirlər ki, deyir ki, bu insan necə deyim, bir an yəni dayanmırdı, ancaq siz ki, qabağa gedə döyüşə düşmənlər. Ancaq, yəni bu insanın ürəyində qisas hissi var. Ancaq istəyir ki, gedib yəni, erməniləri öldürə, yəni, onları pis vəziyyətə salmaq istəyirdi. Çünki özü də döyüşçü olub, ermənilərə qarşı o çox döyüşüb. Yəni, hərbi həyat olmasın, mülki həyat olsun. Onun nailiyyətləri də burada göz qabağında, hələ bu az hissəsidir. Yəni, o həmişə ermənilərə qarşı bir nifrət hissi olub onun ürəyində, həmişə onlara qalib gəlmə əzmi olub. Həmişə də Allaha şükür qalib gəlib. Bu, indi bir qismətdir, alın yazısıdır, şəhid olub. Bu, tək bizim yox, hamımızın, yəni bu vətənin qardaşıdır, oğludur. Bayraq sevgisi və vətən sevgisinin simvoluna çevrilən şəhid İlkin Məmmədov təpədən dırnağa vətənpərvər olub. Bacısı Aygün Məmmədova deyir ki, şərəfli ölümü seçən qardaşı bundan sonra el oğludur və unudulmamalıdır. Vətən sağ olsun. Yəni, mən fəxr edirəm ki, mənim elə qardaşım var. Hamımız fəxr edirik onunla, yəni hər zaman fəxr eləmişik. Bizim məqsədimiz qardaşımızı tanıtmaqdır. Hər zaman istəyirəm ki, mənim qardaşım İlkin Məmmədovu hamı tanısın, hamı vətən oğlu kimi, qeyrətli, igid, el oğlu kimi tanısın. Hamımız buna çalışırıq. İlkin əsl hərbiçi olmaqla yanaşı mehriban ata idi. Həyat yoldaşı Lalə Məmmədova deyir ki, ailəyə bağlı olan İlkin hər gün övladları ilə maraqlanırmış. Ən böyük istəklərindən biri 2 qız övladını özü kimi idmançı böyütmək idi. Deyirdi, mən ən böyük arzum şəhid olmaqdır. Hər danışanda, hər gün zəfərərdə, hər gün danışdıqca da deyirdi ki, mən böyük zirvə istəyirdim, ən şəhid olan. Hər dəfə deyirdi, yaxşı olacaq, deyirdi, qismət, qismət Allahdan, qismət. Necə olsa da olsun, tək yaxşısı olsun. Hər gün danışırdı, yoxluğu ilə heç cür barışa bilmirik. Yaşasaydı 30 yaşını Şuşada qeyd edərdi, amma qismətinə bu müqəddəs torpaqda ən ali zirvəyə, şəhidlik zirvəsinə yüksəlmək yazıldı. Onun kimi qəhrəmanların adı Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.